Səmada donan sərnişin təyyarəsi. Aviasiya tarixinin ən faciəvi hadisələrindən biri 14 avqust 2005-ci ildə yaşandı. Kiprdən qalxan və Praqaya səfər edən Helios hava yollarına məxsus 522 saylı Boeing 737 sərnişin təyyarəsi qısa müddət ərzində göydə süzülən kabus təyyarəyə çevrildi. Yunanistanın F-16 pilotları Afina səmalarında şübhəli trayektoriya ilə hərəkət edən bu təyyarəyə yaxınlaşdıqda gördüklərindən dəhşətə gəldilər. Belə ki, təyyarənin kokpitində kapitan pilot yerində yox idi. Köməkçi pilot isə idarəetmə panelinin üzərinə yıxılmışdı. Sərnişinlərin çoxu isə buz tutmuş məzarlıqda səssiz və əbədi yuxuya getmişdilər. Təyyarə bələdçisi Andreas Prodromou oksigen maskası ilə oyaq qalmağı bacarmışdı və o kabinaya daxil olub fövqəladə vəziyyət siqnalı verdi. Təyyarəni avtopilotdan çıxarıb idarə etməyə çalışdı. Lakin yanacaq bitdiyi üçün təyyarə dağlıq əraziyə çırpıldı. Qəzaya səbəb təyyarə daxilində oksigen balansının pozulması idi. Belə ki, təyyarədə təzyiq sistemi manual, yəni əl ilə idarə etmə rejimində idi. Bu adətən yerdə servis personalı tərəfindən fövqəladə qəza yoxlamasının test edilməsi üçün həyata keçirilir. Amma sonradan onu avtomatik rejimə qaytarmamışdılar. Daha sonra təzyiq xəbərdarlıq siqnalı ekipaj üzvləri tərəfindən yanlış qiymətləndirilmişdi. Nəticə olaraq da 6 nəfəri ekipaj üzvü olmaqla 121 nəfər hipoksiyadan, yəni oksigen çatışmazlığından dərin ölüm yuxusuna getdi. Bu hadisədən sonra Helios Airways şirkəti fəaliyyətini dayandırdı.